Deməli, gilanarımız var, amma belə buna şey deyirlər, şampan gilanar. O yetişib, yığıb kompot eləməli. Neçə vaxt elə yığırıq, vaxtı olmur, çəkilişlər olur, ora gəlirəm, bura. Həm də burada iş görəm, görürsünüz. Ona görə üst-üstə düşübdür. İndi hələ mətbəxim gözlürdüm, hazır olub, qutaracaq, burada eləyəcəm, amma vaxt gedir, hazırlamaq da vacibdir da, vaxtında hazırlamalıyam. İndi gəldim bunu yığmağa. Demişdim, anaşa da demişdim ki, gəl bunun vaxtında. Əslində həm də gözlürdüm, günü gəlsin, yoldaşım gəlsin, birlikdə eləyək. O da Emil'in imtahanlar var, ona görə gedişib. O gedişir deyə, tabi bu da yetişir. Yetişəndə də bilirsiniz nə olur, qurtlanır. İndi kompot eləyəcəm. Birazdan bir dəfə də mürəbbəsini eləyərəm. Əvvəllər gilanarla elirdik. Gilanar hələ yetişməyib burada. Bu tez yetişib. Bunun kompotu niyə yaxşı? O tuş olur. Soyuq dayanacaq olanda qışda adama xoş gəlir də. İndi necə hazırlayacağım, o da ayrı bir məsələ. Amma indi adam var ki, bunu başqa cür eləyir. Mən hazırlanma qaydası biraz məndə fərqlidir. Bir də çubuqlarını çıxartmıram. Çünki bilirsiniz də, bunun çubuqları da çox faydalıdır. Gilanarın çubuqları. Yəni saplağı, belə deyək. Saplaq burasıdır. Bunu möhkəm yuyuram. Yuduqdan sonra kompot hazırlayıram. Amma saplağını çıxartmadan. Çünki çox vaxt deyirlər ki, bunu saplağı çay dəmləyib içirsən xeyri var. Elə çayın dəmləmiş, kompotda istifadə etmiş. Məncə ikisi də yaxşı olar. İlk dəfə eləyəcəm. O boyda kompot ola bilsin də atar ayrı məsələ. İnşallah atmaz, partlamaz, qıжqırmaz. Bir də mən şəkər tozu indi istifadə edəndə görəsiniz də. O qədər az istifadə edirəm ki, demək olar ki, şəkər tozu tökülür. O qədər yetişib tökülür. Sən də bu istidə əziyyət verirəm bala. O boyda işimi görürsən, montaj işini görürsən, bir də azmış kimi. Gündə bir gəl çəkiliş eləyək, gəl bunu eləyək, gəl onu eləyək. İndi bankaları yumuşam. Qapağın görüm hardan alacam. Ola bilsin, Bənaniyarda zətdə olar marketdə. Gəl buradan alarım. Buna baxayım, maşallah, maşallah. Görürsünüz, nə qəşəng bol gətirib. Əslində saplağı neyinirəm? Elə saplaqsız belə dartırım, daha tez yığmaq olur. Saplağını çıxardanda adamı yoğurur. Hə? Gecişdirir, hə, saplağını çıxartır. Ona görə elə saplaq, yaxşı saplaqsız eləyəcəm. Deyəcəklər ki, həm saplaqlı eləyir, həm saplaqsız. Əsas odur ki, tez olsun. Eyvandakını da yığanda göstərəcəm. Əvvəllər Allah Xəvər xaliyə, gözələ rəhmət eləsin, qonşuydu. Ondan 2 dənə yekə gilanar ağacı var idi. Biz uşaq vaxtı rəhmətli mamam filan bir yerə yığışırdılar. Biz də çıxırdıq həmin gilanardan. Gilanar ha deyirəm. Yəni balaca cırı var o. Vedrə ilə yığırdıq. Sonra onu kompot edirdilər. Mürəbbə. Mürəbbənin o köpüyü var, uşaq idik da. O köpüyünü nətər yeyirdik. İndi o köpüyü yeyən var. Yox, yeyən yoxdur. Amma biz o vaxt yeyirdik. Həm də o putulkaya yığırdıq gilanarı. İndi uşaq vaxtı bilmirəm, onu edənləri olubmu? Biz putulkaya yığırdıq. Putulkadan çubuqla belə çırpırdıq. Biraz buz da vururdıq və onu belə bəhbəhlə yeyirdik. Çox xoşumuza. İçirdik suyunu. Sok hazırlayırdıq, belə desək. Gilanarın gözəlliyinə bax. Xatırdan da xarablar gəldi əlimə. Məsələn, bu dəfə bir ara xəstələndim. Gilanar mürəbbəsi tapamadım. Axırı Rihat, qardaşımın oğlu, bir yerdən tapdı, gətdi. Demişəm, bu il çox bişirəcəm. Xəstələnəndə ən azından adam çaya, naynəli çaya qatır, içir. Çox faydalıdır da. Biz niyə eləmirik? Gilanarlar tökülüb küçələrdə qalır. Yerdə quş yeyir, qurt yeyir. Qalır çöldə, xarab olur. Amma kimsə götürüb onu mürəbbə eləmir vaxtında. Yığdım. Özdə rəsmində yoruldum, bax. Bir yekə vedrə. İndi gəlin gedək. Evdə qəşəng
Bunun həm mürəbbə eləmək olar, həm də kompot. Qazanda suda yuyun. Yuyandan sonra yoruldum. Kompot hazırlayacağım. İnşallah kompot və mürəbbə. Onu da hazırlayanda sizə göstərəcəm. Hələ burada ağacımız var. Bunu yığmamışam. Gəl göstərim. Bax, buralarda görürsünüz. Bunlar da yığmalıyam. Bunun üstünə bax. Gəl hələ. Bura bax, doludur. Görürsünüz. Bunlar da yığmalıyam. Bismillah. Heç yumadım. Həyətdə nə yumaq? Toz yox, torpaq yox. Yusam da olar əslində. Deməli yığdıq. Yığandan sonra gətdim gilasları yudum. Yuyandan sonra bax belə süzdüm. Bu tulkaları möhkəm yudum. Yuduqdan sonra bax bunu unutmayın. Qaynar suyu bax belə. Birinci tökməlisiniz, bir qaynar. Bir belə bəs eləyir bunlar. Bax sonra bir bax belə. Oyda da. Bunlar belə bir mütləq qaynar su ilə bir dəfə belə yumaq lazım. Bunu keçdik bura. Bismillah. Bax, şəkər tozu çox tökmürəm mən. Bu stəkanlar az tuturunsuz. Bax, bunun dibində baxın. Bax, gördünüz nə qədərdir? Dibində. Amma bunu çox tökürəm ki, meyvənin dadı daha çox olsun. Adam var meyvəsini az eləyir. Onda yaxşı olmur. Meyvəni nə qədər çox eləyəndə o qədər dadlı olur. Bax, meyvə gördünüz, yığdım. İndi bir dənə şəffaf butulka da eləyəcəm bir də. Daha yaxşı olsun. Bax, buracan doldurdum demək olar. Sonra bismillah deyib qaynar suyumuzu əlavə edirik. Sonra qapağı da əvvəlcədən qaynar suya qoymuşam. İndi qaynar sudan götürdüm. İsti-isti bağladım və yağ tutdum belə. İndi bir dənə şəffafını eləyirəm. Əvvəl şəkər tozunu götürdük. Az götürürəm. Bax, stəkanın dibində. Görürsünüz. Bizdə hansı stəkandır? Bu zat onsuz da balaca stəkandır da. Çox şəkərli olmur. Yəni, stəkana heç bir qaşıq düşmür. Düşünün yəni. Bol saplaqlı olanda elə saplaqlı atıram. Onun ayrı özəlliyi var. Mən də həmişə deyirəm, için bol eləyin. Bax, görürsünüz, bu qədər doldurdum için. Bundan sonra bismillah dedik, qaynar suyumuzu əlavə etdik. Sonra bunu unutmayın. Deməli, mütləq adyanın içinə qoyun ki, bunun içində bişsin. Ay, mən bu əslində burada göz gətirmişəm buraya işlətməyə. Belə tutun. Bax, gördünüz. Bu şəkildə. İndi bunu tez-tez eləmək lazımdır ki, çaydan soyumasın. Allah rəhmət eləsin Narxalıya. Narxalanın bir qəşəng sözü var idi. Sözlər çox idi. Allah onu bağışlasın. Gözəl insan idi. Gözəl sözlərindən biri də deyirdi ki, yayın artığı qışın yavanlığıdır. Yəni ki, indi yaydır, biz bəzən istifadə etmirik. Əşya olsun da neynirəm deyib. Sonra marketlərdə gedib kompot alırsınız. Yəni mürəbbə alırsınız. Halbuki bunu eləməklə var ki, hazır özünüz eləyin. Sezonunda da gedin. Qışda da rahat qışladı, istər yay, qış, qoyun soyuducuya soysun. Həm yüksək C vitaminidir, gilanarın faydaları çoxdur. Amma çox şirin eləməyin, şəkəri az olsun. Meyvəsi isə bol olsun. Bundan sonra rahat içində. İndi yayda yatırlar ki, əzirlər, 50 yerdə şəkil çəkdirirsiniz, dünyanın, ailəmi fikirləşmirsiniz. Deməyin ki, o qarı qoca misal var, qarı ilə daha doğrusu qız. Qız deyir ki, qışacan ərə gedəcəm, qarı da deyir ki, mən qışacan yaşamaram, ölərəm.
Elə olur, qar, odun yığmırlar, qış olur. Qar qapının ağzını alır. Nə qızı ərə gedir, nə də ki, qarı ölür. Onun misalına dönüb indiki insanların yaşam tərzi. Əşya, dünya bugündür deyib. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, bilsən ki, sabah qiyamət olacaq, dünyanın axırı olacaq. Bugün yenə də ağacınızı əkin. Çaydan o biri qaynadı. Mən gəlim o çaydanı dəyişdirim sonra. Çaydanı qaynadı, gətdim. Bunu açım bura. İndi yenə birini doldururam. Qaynar suyla. İndi məsələ oradadır ki, bəzən tənbəllikdən heç kim heç nə eləmək istəmir. Deyir ki, necə olsun, əşi qisməti alarıq. Halbuki bugün boşuna xərclədiyiniz evin maliyyəsini düşünmək lazımdır. Ki, evdə xərcləri biraz qısıtlamaq üçün, gəlirlər ayırlamaq üçün. Bax, belə bir şeylər eləyirsiniz. Həm uşaq içir, qışda xəstələnəndə və ya fərqi yoxdur. Bol mayə qəbul eləyəndə, tuşməzə kompot qəbul eləyəndə, kölünü istəyəndə rahatlıqla əldə edə bilirsiniz. Mən peso baxım, bir stəkanda bu da balacadır. Elə bunun dibində ancaq olur. Əzən də verildi, namaz vaxtıdır. Allah bütün ibadət edənlərin ibadətini də qəbul etsin. Bax, qapaqlarını belə qoyduq. Aha. Sonra tez-tez bağlayıram. Bu at qazı elədir, bunu çıxardıram. Təzəsini qoyuram. Dostlar, o dərmansız olanda daha xeyirlidir. Ümumiyyətlə, meyvə sularından istifadə etmək lazımdır, amma şəkər tozu az olmaq şərti ilə. Yəni, bu şərt odur ki, o az olmalıdır ki, daha yaxşı olsun. Bir də birinci dəfədir ki, yudum vişnəni. Normalda yumadan eləyirlər ki, qıcqırar deyə. İndi görüm, yudum deyə bu necə olacaq? Birinci dəfədə eləyirəm. İnşallah atmaz. Atmaz dediyim, yəni xarab qıcqırmaz da. İstəyirəm qeyd edim ki, təmiz kərə yağı üçün əsl %100 süddən əldə olunmuş, bişmiş süddən əldə olunmuş, səhər yeməklərinizdə və ya axşam xörəklərinizdə istifadə edə biləcəyiniz ən ideal, təmiz, gözəl yağdır ki, bu yağ bizdə olur. Yağınla bağlı olaraq telefon nömrəsi əlaqəsi verirəm. Qeyd edin 051 535 93 00. Zəng edin, məlumat alın. Ərinmiş yağ da var, ərinməmişi də var. Qatıqdan əldə olunan var, süddən əldə olunan var. Belə yağ çeşidlərimiz mövcuddur. Birazdan da payız fəslində artıq pendir, nə bilim, kənd məhsullarda kəhli otu, çoban yastığı, qan təpər, bir neçə növ bitki otlarda olacaq ki, alıb rahat istifadə edə biləcəksiniz. YouTube kanalıma abunə olmağı da unutmayın, çünki hər dəfə fərqli, maraqlı yerlər gəzirəm. İndi təzə mətbəxim hazır olsun, o mətbəxdə də mümkün qədər gözəl məhsullar hazırlayacağım. Xarabın qəhti qoymuyor. Xarabı olanda o qıcqırır. Ona görə xarablarını seçib və atın. Mən məsələn xarabını seçirəm. Seçməyən özü bilər, mən fikirlərimi bölüşürəm. Kim seçər, kim seçməz, özü bilər. Nə qədər yusan da yenə qalır. Bir daha da suya tutmayayım mən bunu. Xarablarını götürürəm. Əslində dünən yığmaq var. O dünən yığdım. Allah rəhmət eləsin. Xəcə xala rəhmətə getmişdi. Bacımın qaynanası. Ora yasa getmişdim. Oradan da Səhnə Taxızadənin həyat yoldaşı rəhmətə getmişdi. Ora getmişdim. Allah bütün ölənlərə rəhmət eləsin. Səhnə xanımın yoldaşı üçün o qədər narahat oldum. Çox narahat oldum. Allah səbir versin Səhnəyə. Onun balalarına 2 dənə də
körpə balaca, yəni qızlar var da. Çox sıxıldım, çox narahat oldum. Çünki ondan bir yerdə çöldə olmuşuq, gəzintidə olmuşuq ailəcə. Bizə gəlib gedir, biz onlara getmişik. Odur ki, dünya bax belədir, bilmək olmur. Bəzən kimin sabaha sağ çıxıb, çıxmayacaq, yaşayıb, yaşamayacaq bəlli deyil. Allah hər birimizə itaat versin ki, bir-birimizin xətrinə dəyməyək. Mən elə düşünürəm. Bismillah. Axırıncı artıq bağladı. 25 dənə bağladım. Sonuncudur. Bismillah dedik. Əlhamdülillah. Allah sağlam can nəsib eləsin hər kəsə, hamıya. Hamı üçün dua edirəm. Bizə də sağlam can nəsib etsin. Bax belə. Artıq kompotumuzu da bağladıq. Deməli, bax, bunlar tam bağladıktan sonra bu əsas püf nöqtəsidir. Çox adam deyir, mənim bağladım, kompotum atdı. O da bu yandı əlim. Partladı, yandı. Nə oldu? Onu deməmək üçün elə məhz bax bunu bu şəkildə yığmaq lazımdır. Və sonra adyalla üstünü möhkəm şəkildə nə edəcəyik? Örtəcəyik. İndi isə sevinlə bunu bu şəkildə yığırıq. Aldım bir kampot ilan. Olur mu? Bak böyle bunları ettik, üstünde örttük. Koy burada pişsin.